Bütün kişilər gəzir, bəziləri yaxşı gizlədə bilmir. Ay sağ olun. Bəli, düzdür, haqlıdır. Bu da evlənməyimizin və boşanmamızın səbəblərindən biridir. Qadın kişini sevir. Kişini hansı tipin sevir? Qadınlara xoş gələn, qadınlarla özünü bəyəndirməyə bilən, ətrafındakı olan bütün qadınların sevimlisi olan kişini sevir. Sonra gəlir o kişidən əl quzusu olmağını gözləyir. Tamamilə. Bunun xarakteri budur. Sən bunu bu xarakteri ilə sevib, sonra onu xəyanət etməklə suçlamaq biraz qəribədir. Əl quzusuna çevirəndə də artıq sevənmir ki, bu o deyil. Ya bu qoçdur, ya quzudur. Sən quzunu sev, o da quzu kimi qalsın. Sən qoçu sevib, qoçdan quzuluq gözləyirsən. Bu da yenə də yanlış yerə aparır, gedir. Ümumiyyətlə, kişinin düşüncəsində, fikrində monoqamiya yoxdur. Kişi monoqam deyil. Yəni, bu qadın, ümumiyyətlə, evliliyin necə yaranmağı ilə bağlı sözü də kəsdiyim xanım və müəllim davam eləsin. Evlilik ümumiyyətlə niyə yaranıb, o barədə də danışarıq. Kişilərin indi bu çox evliliyinə də gəlin haqq qazandırmıyaq, amma... Qazandırmırıq, amma bu bəzi məsələlər var ki, təbiətdən... Boşananların neçə faizində bıçaq sümüyə dirənib? Yoxsa, üzr istəyirəm, qudurğanlıqdan boşanır. Belə hal da var axı. Yəni. Hansı kişidir ki, sosial şəbəkə... Gözüm var dediyinə peşman olur. Bəli. Kişidir, ailə qurub, çox üzr istəyirəm, 3 aydan, 5 aydan, 1 ildən sonra sosial şəbəkədə başqa bir xanımla tanış olub. Bunun statistikası en qədər. Həyat yoldaşında ciddi problem yoxdur, həyat yoldaşı quzudur, təmkinlidir. İndi bütün xanımlarda eyb, irad ola bilər, kişilərdə də həmçinin. Orada da bir nöqsanlar var da, bunu gəlir nöqsanı böyüdür, gözü qalıb o biri xanımda. Və gəlir ailəsini dağıdır. Bunun statistikası en qədər var. Yaxşı. Mövcud qanunvericilik buna yol açıb da. Əksini də deyirəm. Xanım həmən quzu həyat yoldaşı ilə yaşayır. Həyat yoldaşının bəlli bir gəliri var. Azərbaycan reallığında məsələn tutaq ki 2000 manat. 1000 manat, 2000 manat. İndi bu rəqəmlərə takılmaq istəmirəm. Yəni normal yaşayırlar. Gözü düşür bir oğlana. Sosial şəbəkədə tanış olur ondan. Oğlan bahalı maşında, bahalı şirkət rəhbəridir. Gəlir ailəsini dağıdır. Və hüquq buna heç nə demir. Əksinə deyir ki, boşanacaqsan, oğlandan da sən 1000 manat maaş alır oğlan. Ondan da 2 dənə, 3 dənə uşağa hərəsində 200 manat, 250 manat aliment alacaqsan. Oğlanı qoyacaqsan bədbəxt günə. Bədbəxt günə qoyacaqsan. Və salam. Münasibətlər iki şeyin üzərində qurulur. Ya maddi mənfəət, ya mənəvi mənfəət. Adam tanıyıram, o xanımdır deyəm, amma dominant xanımdır. Hökm eləməyə xoşlayır. Baxıram onun həyat yoldaşına, həyat yoldaşı resessiv. Yəni tabi olan, özü də bilmir niyə o oğlanına xoş gəlir, amma vizual olaraq ona baxır, bir-iki bədən dilindən tutur ki, limbik sistemlər də bir-birini oxuyur axı, bu mənə tabi olacaq. Yəni evdə aparıcı və mən ola biləcəm. Elə seçir. Yəni hər kəs qarşı tərəfi öz ehtiyacına uyğun olaraq seçir. Xanımlar da belədir, bəylər də belədir. İndi bir məsəl var, bağda ərik var idi, salam mələk var idi, bağdan ərik qutardı, salam mələk qutardı. Biz deyəlim ki, evləndik. Axı dediyim kimi mənfəət var idi, ya maddi, ya mənəvi. Bu mənfəətlərdən biri artıq aradan götürüləndə və yaxud gözləntilər özünü doğrultmayanda artıq başlayır problemlər, münaqişələr, işin içinə girir 3-cü, 4-cü qohumlar, əqrabalar, bilmirəm, yəni çox şeylər qarışır.